Mərkəzi Asiyada da Xarəzmşahlar dövlətini alandan sonra Azərbaycana yürüş etmişdi. Xarəzmşah hökmdarı Məhəmmədin oğlu Cəlaləddin Çingiz xandan qaçır və gəlir Qafqaza. Baxın, 1225-ci ildə Xarəzmşah Cəlaləddin böyük ordu ilə Azərbaycana hücum etdi. Yəni öz ölkəsini qoyur, yəni onun ölkəsini artıq Çingiz xan alıb. Bu da Çingiz xana tabe olmur, ordu yığıb qonşu ərazilərə hücum edir. Azərbaycan onun ilk hədəflərindən olub Azərbaycan. Təbrizi tutur, Atabəylər dövlətinə son qoyur. Baxın, bizim yaratdığımız Şəmsəddin Eldənizin yaratdığı o cür gözəl Atabəylər dövlətimizə kim son qoymuş oldu? 1225-də Xarəzmşah Cəlaləddin. Yadınızda qalsın. Daha sonra Cəlaləddin Şirvanı özündən asılı hala salır. Şirvan şahı hər il xərac verir Xarəzmşah Cəlaləddinə. Yəni belə bir öhdəliyi götürür. Əhali üzərinə qoyulan vergilər də artırılır. Xarəzmşah Cəlaləddinin təyin etdiyi canişinlər ölkəni çapıb talayır. Yəni ölkədə özbaşınalıqlar edir. Bu zülmə qarşı 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə böyük üsyan olur. Baxın, yenə deyirik, kim gəldi 25-də? Xarəzmşah Cəlaləddin. Neynədir? Təbrizi tutdu, Atabəylər dövlətinə son qoydu. Sonra Şirvanı tutdu, vergi təyin elədi, vergi qoydu onların üzərinə. Bunun məmurları, Cəlaləddinin məmurları özbaşınalıq edirdilər və həmin özbaşınalığa qarşı Gəncədə Usta Bəndər üsyanı olur 1231-də. Təbriz, Xoy, Mərənd və Naxçıvanda da üsyanlar oldu. Cəlaləddin bu üsyanları amansızlıqla və çətinliklə yatırıldı. Sonra Monqolların növbəti yürüşü. Baxın, görürsünüz, Monqollar getmişdi, Cəlaləddin gəlmişdi və burada bu qədər özbaşınalıqlar edirdi. Monqollar birinci yürüşlərində niyə gəldilər, getdilər? Çünki onlar kəşfiyyata gəlmişdilər, yenə deyirik. Amma indi möhkəmlənməyə gələcəklər, baxırsınız, Azərbaycanın böyük Monqol imperiyasına tabe edilməsi. Yəni artıq Monqollar burada möhkəmlənməyə gəlirlər. Monqol qoşunları 1231-ci ildə Çormaqon Nayonun başçılığı ilə Azərbaycana gəlirlər. Kim idi bu Çormaqon Nayon? Nayon, uşaqlar, nədir? Ordu başçısıdır. 1231-də ikinci dəfə Monqollar bizə yürüş eləyəndə Çormaqon Nayonun başçılığı ilə yürüş eləyiblər. Bu zaman Cəlaləddin öz qoşununu bütün Azərbaycana səpələmişdi. Qətl və qarətlə məşğul idi. Yadınızda qalsın. Kim? Xarəzmşah Cəlaləddin öz qoşununu bütün Azərbaycana səpələmişdi və onlar burada özbaşınalıqlar edirdi. Azərbaycanı çapıb talayırdılar. Monqolların yeni hücuma başlaması xəbərini alandan sonra isə bu həmin Xarəzmşah Cəlaləddinin qoşunu Kiçik Asiyaya qaçdı. Yəni indiki Türkiyəyə qaçdı. Baxırıq uşaqlar, 13-cü əsrdə xəritəmiz, Azərbaycan xəritəsi verilib. Görürsünüz, şimal-şərq torpaqlarımız Şirvanşahlar dövlətidir. Yerdə qalanlar isə Atabəylər idi. Artıq Atabəylər də 25-də ləğv olunduğuna görə, Xarəzmşah Cəlaləddin ləğv etdiyinə görə Azərbaycanın ərazisi baxın belə qalır. Tiflis də həmin dövrdə bizim ərazimizdə daxil idi və burada bu xəritədə göstərilib. Həm tarixi Azərbaycan torpaqlarımız, baxın uşaqlar, baxın, yaşıl xətlə göstərilən bizim ərazimizdir 13-cü əsrdə. Sonra yaşıl ox işarəsi ilə Monqolların yürüşüdür, qırmızı ox işarəsi ilə isə Cəlaləddinin Azərbaycana yürüşü və həmin istiqamətlərdir. Gördünüz? Baxırsınız, Cəlaləddinin Azərbaycana yürüşləri və Monqolların yürüşləri. Bunları artıq dedik. Burada mənbə var uşaqlar. Deyir, Monqolların hücum xəbərini alan Cəlaləddin indiyə qədər müharibə etdiyi qonşulardan, yəni bu qədər bizi ilə vuruşub, gəlib bizi dağıdıb Atabəylər dövlətinə son qoyub, eşidir ki, Monqollar gəlir, indi bizdən kömək istəyir, yardım istəyir. Lakin heç kəsdən kömək gəlmədi. Həmin dövrdə yaşamış ərəb tarixçisi deyir, İbn Əl-Əsir belə deyib, Əl-Kamil fit Tarix adlı əsərində deyir, bunun səbəbini belə izah etdi. Görürsünüz, ərəb tarixçisi həmin dövr haqqında bir məlumat verib, deyir ki, Cəlaləddin çirkin rəftarlı adam idi.
ölkəsini pis idarə edirdi. Onun düşmənçilik etmədiyi, torpağına qoşun göndərmədiyi bir qonşu bir hakim də qalmamışdı. Hamı üçün arzu edilməz qonşu idi. Buna görə də qonşularının hamısı onu tərk etdilər və kömək əli uzatmadılar. Deməli, Xarəzmşah Cəlaləddin gəlib insanlarla xoş rəftar etsəydi, Monqolların da növbəti yürüşündə hamı ona kömək edərdi. Lakin bunun tam əksi oldu. Baxın uşaqlar, burada yenə sual var. Deyir, Monqolların ikinci yürüşünün xalqımız üçün fəlakətli nəticələri nə ilə əlaqədar idi? Monqolların ikinci yürüşünə baxırıq. 31-də gəliblər. Xalqımız üçün uşaqlar ilə bunu qısaca belə cavablandıraq ki, ən fəlakətli nəticəsi odur ki, Azərbaycanda möhkəmləndilər. Da kəşfiyyata yox, möhkəmlənməyə gəldilər və burada ağalıq etməyə və yeni vergilər təyin etməyə, yeni qanunlar gətirdilər. Monqolların ikinci yürüşü 1231-də olub uşaqlar. Onlar ikinci yürüşdə yenə Marağanı tutublar. Bax, birinci yürüşdə də Marağanı tutub dağıtmışlar, ikinci yürüşdə də. Yenə əhalini qılıncdan keçirdilər. Daha sonra düşmən qüvvələri Təbrizi mühasirəyə aldı. Lakin Şəmsəddin Tuğrayı vəfat etdiyi üçün, baxırsınız uşaqlar, Təbriz birinci dəfə neynədi? 3 dəfə xərac verdi. Xilas oldu. Lakin ikinci yürüşdə, bax deyir, hakim, şəhər hakimi vəfat etmişdir Şəmsəddin Tuğrayı. Ona görə şəhəri müdafiə etmək mümkün olmadı. Təbriz şəhəri Monqolların əlinə keçdi. Monqollar neynədi? Azərbaycanın cənubunu tutduqdan sonra Arrana və Şirvana daxil oldular. Deməli, 1235-də Gəncə mühasirəyə alındı. Baxırsınız, Gəncə də birinci yürüşdə neynəmişdi Gəncə şəhəri? Vergi verərək xilas olmuşdu. Amma yenə ikinci yürüşdə necə ki Təbriz, elə də Gəncə şəhəri mühasirəyə alındı, ələ keçirildi. Sonra Gəncə əhalisi düşmənin əlinə keçməmək üçün öz əmlaklarını və evlərini yandırdılar. Bax, bu incə bir yerdir ki, bunu biz Azərbaycan xalqının bir səhifəsidir. Ona görə bunu unutmamalıyıq. Monqollar bundan qəzəblənib bütün şəhər əhalisini qılıncdan keçirdilər. Gəlirlər, əllərinə heç nə keçmir. Ona görə əhalini də qılıncdan keçirdilər. Yalnız kiçik bir dəstə mühasirəni yarıb canını qutara bildi. Yəni Azərbaycanlılardan kiçik bir dəstə buralardan qutara bilir. Qalan hamısını qılıncdan keçirdilər. Bərdə, Beyləqan, Şabran, Şamaxı şəhərlərdə Monqollar tərəfindən tutulub, qarət edildi. Elə birinci yürüşdə tutulan ərazilər idi. 1239-da Gəncənin, Dərbəndin işğalı ilə, bax uşaqlar, ikinci yürüş başa çatır. Deməli, 31-də başlamışdı. 39-da da Dərbəndin işğalı ilə Azərbaycanın işğalı tamamlandı. Bax, bu həmişə testlərə düşür, yadınızda qalsın. Monqolların ikinci yürüşü 1231-də başlayıb 39-da Dərbənd şəhərinin tutulması ilə başa çatır. Bununla da Azərbaycan Monqol işğalı altına düşür, yadınızda qalsın. Azərbaycan bütövlüklə və Qafqazın, Cənubi Qafqaz bütövlükdə Ali Monqol xaqanına tabe edildi və onun tərəfindən təyin olunan canişin idarə etməyə başladı. Deməli, Azərbaycanın aqibəti necə oldu? Monqolların əlinə düşdü və buranı Ali Monqol xaqanına tabe olan, yəni ən başda oturan o Çingiz xanla varisləri, canişinləri Azərbaycanı idarə etməyə başladılar. Deməli, belə uşaqlar, dərsimiz bu qədər. Dərsimizin suallarına baxırıq. Monqolların burada Venn diaqramıdır, birinci, ikinci yürüşlərinin müqayisəsidir. Birinci yürüşü də, ikinci yürüşdə də biz bildik ki, bəzi şəhərlər həqiqətən tamamilə dağıdılır, viran qoyulur. Lakin birinci yürüşdə dağılmayan Gəncə və Təbriz ikinci yürüşdə yəni Monqollardan xilas ola bilmir. Həqiqətən də bu acınacaqlı vəziyyət idi. Sonra Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşünün bizim üçün nə kimi nəticəsi oldu? Həqiqətən çox dağıdıcı və viran edici nəticəsi oldu. Xarəzmşah Cəlaləddin bildiyimiz kimi Azərbaycan Atabəylər dövlətinə son qoymuş hökmdar olmuşdu. Yəni bu bizi üçün çox mənfi bir nəticə idi.
Deməli, Monqolların Azərbaycan yürüşündən sonra insanların həyat tərzindəki dəyişikliklər təbii ki, bizim üçün çox ağır və acınacaqlı oldu. Təsərrüfat məhv oldu. Heç bir ölkədə, yəni müharibə yaxşı bir nəticə qoymaz. Təbiidir ki, hər bir ölkə üçün əgər orada müharibə gedirsə, bu onun dağıdıcı və fəsadı ağır olan bir nəticəyə gətirib çıxardacaqdır. Yaxşı uşaqlar,